Ulduzlar Ədəbi Məclisinin bugünkü 5 oktyabr tarixində baş tutan yığıncağı çay süfrəsi arxasında keçirildi. Məclisin baş katibi şair Akşinin rəhbərliyi və təşkilatçılığı ilə keçirilən bu məclisdə Şimal bölgəsinin Yazarlar Birliyinin sədri, tanınmış şair Ramiz Qusarçaylı, Xaçmaz şəhər Heydər Əliyev Mərkəzinin direktoru Könül xanım, Diyarşünaslıq Muzeyinin direktoru Pakiza xanım, Azərbaycanın əməkdar jurnalisti Azər Həsrət iştirak edirdi. Məclisdə 5 oktyabr müəllimlər günü xüsusilə qeyd edildi. Müəllimlərin ünvanına şeirlər və dəyərli fikirlər səsləndirildi. O cümlədən 3 oktyabrda doğum günü olan şair İbrahim Ağçaylı məclis iştirakçıları tərəfindən çoxlu təbriklər aldı. Sazla, sözlə keçən bu məclisdə şairlər şeirlərini söylədilər, müzakirələr apardılar və məclisin sonunda xatirə şəkli çəkdirdilər. Mənəvi inkişaf nazirliyi. Bizim bu tədbirlər də həm də Mədəniyyət İdarəsinin, Mədəniyyət Nazirliyinin mənəvi inkişaf tədbirləridir. Həqiqətən də burada o qədər dərin məsələlər var ki, biz Qubada bu təcrübəyə keçmişik. Bilirsiniz də 93-cü Ayşədə məclis yaratdı. Bugün də davam edir. Ancaq siz dediniz ki, part arxasında yox, təbiətdə. Bilir. Təbiətdə, ancaq təbiətdə. Heç olmasa yalan olmasın, yüksək tədbirlərimiz keçib. Bu il bizdə zəif oldu deyə biz Şahin fazını itirdik. Allah rəhmət eləsin. Çünki ona hesablanmış bir tədbirimiz vardı. Artıq onu matəm tədbirlərini keçdik. Biz Ayaz da şahiddir Sərb xanlığı. Bu güzel tədbirdir. Və gecə nə tövsiyə edirəm? Bir gün nağra.